hicab əhli və həmçinin də sünnədə olan qardaşlarımızın toylarda iştirak etməsidir. Həqiqətən bu müsəlman üçün böyük bir müsibətdir. O toylar ki, o toylarda muzika çalınır. O toylar ki, o toylarda içki var. O toylar ki, o toylarda kişilər və qadınlar bir-birinə qarışaraq oynayırlar. Subhanallah. Yəni həqiqətən bu bir müsəlman üçün, bir müsəlman əxlaqına yaraşmayan və həmçində bir mömin insanın imanına yaraşmayan bir hərəkət. Yəni bu Allahın verdiyi o nemətə, iman nemətinə qarşı olan bir nankörlükdür. Yəni bəzi insanlar var, bunu bilmirlər. Ancaq Rəbbim sənə bunu bilməyi nəsib etmişsə, demək burada Rəbbinin sənə olan bir hikməti vardır. Rəbbinin sənə olan bir sevgisi, sənin üçün seçdiyi bir xeyir vardır. Sən isə bu xeyri məhəl qoymursan və Allahın sənə verdiyi bu hidayət nemətindən istifadə etmirsən. Və insanların sənə nə deməsini fikirləşirsən, ancaq yerin göyün sahibinin sənə verilən bu nemətdən sonra, hidayət nemətindən sonra sənin belə əməl edib və sonra Allahın qarşısına nə cavab edəcəyini fikirləşmirsən. Ona görə bu məclislərdən uzaq olmaq lazımdır. Xüsusən də insan, bəziləri var ki, özləri getmir, öz həyat yoldaşını göndərir. Elə bil ki, özünü cənnətə aparır və həyat yoldaşını isə cəhənnəmə atır. Və bəziləri getmir, öz evladını, uşağını, qızını, oğlunu göndərir və özü elə bilir ki, bununla günahdan qurtulmuş sayılır. Xeyr, elə bil ki, sən evladını öz əllərinlə cəhənnəmə atırsan və onun günaha düşməsinə səbəb olursan və bu da sənin səbəb olduğun üçün sənin də həmçinin günaha düşməyinə səbəbdir. Və sənin onu göndərməyin, bir var ki, sənin özün getməyin, yəni özün üçündür. Ancaq sənin başqasını göndərməyin, həyat yoldaşını, oğlunu, qızını göndərməyin isə onun və həmçində sənin öz günahının, iki günahı bir yerdə öz boynuna götürməyindir.